valideynlər və dostlar insanları, övladlarını susduğu yerdən anlamalıdır. Bu susduğu yer haradır? Bəli, sustuğumuz yer haradır? Gizlilərimiz. Bəli. Burada qınaq olaraq danışmıram, təəssüf olaraq danışıram. Sözlərimi də hansısa bir valideyni qınayaraq anlaşılmasın. Bəli. Amma emosiyalar bəzən saxlamaq olmur. Əgər bir valideyn övladının gizlisini bilmirsə, anlamırsa, sən anlamadığın yerdən nə anlata bilərsən, nə öyrədə bilərsən, ya da nə kömək eləyə nə bilərsən. kömək edə bilərsən. Bir doğruları yaxşı öyrənin, yanlışlarınızı doğru bilməyəsiz deyə. Bir valideyn olaraq biz övladımızı sosialdanmı tapmışıq? Cəmiyyətdənmi tapmışıq? Ki küçədənmi tapmışıq? Ki rahatlıqla övladımızı sosial cəmiyyətə, sosial küçələrinə ata bilirik. Yəni burada izah etmək istədiyim odur ki, sən, mən valideyn olaraq hər bir yerdə xamlıq edə bilərik. Bilgisiz ola bilərik. Amma övladımıza qarşı bilgisiz xamlıq edə bilmərik. Çünki övladımıza qarşı edilən xamlıq, bilgisizlik onun uşaqlığına, uşağın uşaqlığına qarşı nədir? Gələcəyinə qarşı böyük bir təhlükədir.